Bugün sizlerle beraber yeni bir video çəkirəm. Deməli, yeni video olmasının səbəbini indi deyəcəm. Mən indi bilirsiniz ki, Novruz tətilidir və gedirəm Dubaya. Dəhşət həyəcanlıyam yəni. Və bu videodan çəkəcəm. Deməli, ayın 22-si uçuruq və indi ayın 20-sidir. Biz indi çamadan yığacağıq və mən ayın 22-si səhərə kimi nə edəcəmsə hazırlıq üçün hamısını çəkəcəm. Amma yəni hələ ki ən əsası çamadan yığmanı çəkəcəm. Deməli, belə videonun mən kanalıma başlayandan bəri ilk dəfə də çəkəcəm və yəni davamını istəyirəm belə videoların, manifest istəyirəm hal-hazırda. Sonra deməli nə deyəcəydim? Deməli, indi mən bu videoda dedim də, yəni gedənə kimi nə hazırlıq falan edəcəmsə onları çəkəcəm. Bir də indi çamadan yığma videosu çəkəcəm. Deməli, bayağı bir şey doldurmuşam. Hal-hazırda divanın üstü belə doludur da. Bəlkə də çox yaydığım üçün belə dolu görsənir. Amma indi sizinlə bərabər hamısını çamadan yığacağıq. Yəni hal-hazırda həyəcanım çox da bəlli deyil. Amma dəhşət həyəcanlıyam da yəni. Belə, gəlin keçək o zaman videoya. Gəlin sizə divanda nə qədər paltar olduğunu göstərim. Paltardan əlavə elə aksesuar, çanta, elə onlar da elə paltar qədər bir şey tutur yəni. Deməli, baxın, buranı bütün belə doldurmuşam. İndi sizinlə bərabər hamısını çamadan yığacağıq, hamısını. O qədər gözəl yəni, burada estetik şəkillər çıxar ki yəni. İndi mən gedirəm, çamadanımı gətirim, sonra da şey eləyəcəm. Çamadanımı gətirim, sonra başlayaq yığmağa. Dubai vloglarını çəkmək üçün tripod almışam, belə uzanır falan da, yəni ona görə bir dəqiqə belə, oy, belə görsənəm. Çamadan buradadır, içi boşdur, rahat qaldırır. Neysə belə, yəni bundan sonra bütün vloglarıma tripodla davam edəcəm. Yəni Dubai'də Burj Khalifa qabağında mükəmməl videolar çəkmək istəyirəm. Deməli, arxamı görürsünüz zaten, çox pis haldadır. Və bir də belə bir əl çantası aparacağım. Bunun içini dolduracağım aksesuar, çanta falan, yəni belə şeylərlə. Və çamadanım da buradadır. Ən sevdiyim şey səyahət və səyahət üçün çamadan falan doldurmaqdır. Və bu da ilk dəfədir ki, qismət oldu şeyə. YouTube'a video çəkərkən. Yəni ən sevdiyim şeylər. Neysə, indi mən çamadanı açacağım. İlk başlayacaq yığmağa. Yəni o qədər paltar aparam ki, hər yerə bir dənə paltar geyinəcəm yəni. Oy. Neysə. İndi başlaya bilərik. İndi başlaya bilərik. Bir dəqiqələ. İndi siz mənim başımı görməyəcəksiniz. Çünki paltarları göstərəcəm. Ondan sonra da sürətləndirmə ilə yığacağım çamadana. Belə buradakıların hamısını sürətlənmə modu ilə qoyub çəkəcəm. Görün necə sığdıra bilirik, yəni sala bilirik içinə.
Ömrümdə heç bu qədər belə dolu olmamışdı. İndi sizə göstərəcəm nə qədər dolu olduğunu. Bir dənə yəni buna baxın. Gəlin üstündə oturum mən bunu görüm, bağlaya biləcəm. Üstündə oturma anında çəkməyə çalışacağam. İndi yanından göstərim sizə. Bayaqki ilə ölçərsiz. Oldu bu boyda. O boyda şey oldu bu boyda. Yəni balacalaşdı. İndi isə o birisi cibinə ayaqqabı, tapiçka, bir də heç nə qoyacağam. Qalan nə qalsa aldıqlarımı dolduracağam. Nəsə yerləşəcək ora. Nəysə. İndi isə bu əl çantasını dolduracaq sizlərdən. İndi isə baxın, bu Vyetnamkanı qoyacağam. Belə. Çox qəşəngdir. Mən dənizə hansı kupaniki giyinirəm. Əslində dənizə o maviyini giyinsəm onunla götürürəm. Amma mən hər yerə bu Vyetnamkanı giyinəcəm. Otelin içində də falan, Polzada da gedəndə də bu Vyetnamkanı giyinəcəm. Nəysə. İndi mən bunu qoyuram şeyə. Adı nədir? Çamadana. Baxın. Burada. İndi gedirəm pasanuşkamı gətirim. Pasanuşkamı gətirim. Pasanuşkamı da qoyaq. Sonra da keçək əl sumkasına. Pasanuşkam belədir. Əslində başqa ağ rəngdə də var idi. Sadəcə o biraz şeydir, batmışdı deyə. Oy, çox geyinmişdim onu keçən yay. Ona görə dedim ki, bu da yayın axırında alınmış pasanuşkadır. Təzə kimi görsənir. Ona görə bunu aparacağım. Qaydanda necə olacaq? Qaydanda paltarlarımın çoxsunu yığacağım. Baxın buna. Soxuşduracağım belə hər şeyi vecimə almayaraqdan. Bu da aeroport paltarımı da sonunda göstərərəm sizə. Zaten gedənə kimi hər şey sizin üçün çəkəcəm. Videonun sonunda göstərə bilərəm zaten. Bir də ki, mən saçıma şeylər görmüşəm kəşfətdə. Saç boncuğu elətdirirlər. İndi görün bəlkə alındırsam sabah elətdirəcəm. Bir də başqa bir paltarı da qoyacağım bunun içinə hələ. Dərziyə aparacağım sabah. Elə sabah səhər aparıb axşam götürəcəyik. Onu da bəlkə aparacağım. Yadımdan çıxdı demək, çamadanım hələ ki bu qədər idi yəni. İndi çamadanın ağzını bağlayıram. Bir dənə paltarı qoyacağım. Onu da sabah açıb qoyaram. Onu da axşamda. İncə gəlin əl sumkamı yığaq. Keçdik. Yadımdan çıxdı demək, çoxlu keçiş videoları eləmək istəyirəm. Dəşət heyecanlıyam. İndi isə gəlin əl sumkamızı yığaq. Da çamadana yığdığımdan daha çox şey var. Göstərəcəm indi hamısını. Yəni bu açkini hamısını tapıb eləsəm çox gələcək. Sonra bu açkini bu açkini aparacağım. Sonra belə bir minnak çantamız var. Bunun içine adaptörləri qoyacağım. İçində ki kiçik qulaqcığım və onun adaptörü var. Bir də ki o birisi qulaqcığını da aparacağım. Sonra belə bir sep. Sonra belə bir sep. Sonra belə 2 dənə qolbaq. Bu arada bunun üstündə bürcüm də var. Sumkam arada axtardığım olasın tapıldı. Nəysə. Deməli. Sonra mən sənə göstərəcəm. Düz edim. Belə bir əşi qabım var. Yaxşı, olmalar üçün. Bunu da Miracle Garden'a taxacağım. Yəni ancaq Miracle Garden üçün gedirəm mən. Çox qəşəngdir. Bunu sizlə rastlamışdım 4-cü sinifin axırı. Vinetka çəkilişi üçün. Sonra Aquaparka getsəm inşallah. Son altında videolar çəkmək üçün. Dənizin altında falan çəkmək üçün. Bunu yaparım.
Sonra dedim də yəni bu qulaqçığımı mahnıya falan qulaq asmaq üçün qısda aeroportda, təyyarədə. Deməli o yəni övüb bitirə bilməyəcəyim həyatım boyu o gözəl rəngi olan Faberlic-in pomadası. Şimdi içiyor. Bir tane vurayım. Əsas şey, kepka. Heç yaraşmır mənə kepka. Mənə olsa şilya apararam. Yox, taxmıram ya da. Onu aparacağım. İncə gəl sumkaya yığaq. Bu aralar dəhşət çox B12 eksikliyi yaşayıram yəni. Heç nə sökəcəm. Sumkaya yığılası şeylərin hamısını yığdım. Bir dənə başçikini saxladım şeyə. Aeroport taxmağa. Bu broşkanı sumkaya keçirəcəm. Bunu qoyacağım bagaja gedən çamadana. Kepkamı bunun çamadanın yanına qoyacağım. Bir də karşılıq falandır. Onlar da elə əlimdə istifadə olunacaq şeylərdir. Belə. Hazırda hər şeyi yığdım. Bunu saxladım zaten. Hər gün vlog çəkəcəm bunu, yəni qoya bilmərəm çantaya. Təyyarədə falan da bundan çəkəcəm. Pasaportum yanımda. Arxada da belə. Sabahları son dəfə hər şeyin üstünə bir də nəzər keçəcəyik. Nəzərdən keçirəcəyik hər şeyi. Ondan sonra da ayın 22-si. Uçduq. Bugün artıq ayın 21-idir. Deməli, sabah biz uçuruq, yəni həyecandan bilmirəm nə eləyim. Çamadanım hazırdır. Sadəcə çamadana bir dənə əlavə eləmədiyim paltar var. Onu bugün dərziyə aparacağıq. Birazdan, bir yarım saatdan sonra falan, 40 dəqiqədən sonra. Sonra axşam onu götürəcəyik, onu çamadana əlavə eləyəcəm. Deməli, sonra dərzdən qədəndən sonra çiməcəm. Alınsa gedəcəm salona. Saçımı o saç muncuqlarından eləyəcəm. Sonra gələcəm evə. Son dəfə evə belə nə lazımdırsa hamısını tam dəqiq şey eləyəcəm. Sonra yata bilsəm, axşam yata biləcəm həyəcandan əgər. Sonra da vlogu bağlayacağım. Keçəcəyik yolculuq vloqa. İndi mən giyindim. Belə. Ev bütün yəni dəhşət. Hər yerdə, hər otaqda biraz qıraq da olsa dağınıq var da yəni. Deməli, indi gedirik dərziyə. Oradan da şeydir, muncuqlar üçün mağazaya baxacağıq. Əgər özümüz tapa bilsək, özümüz istədiyimizi seçəcəyik. Deməli, indi biz gəldik evə. Keçmişdi dərziyə paltar verdik. Saç muncuğunu eləyənmədik, çünki tapa bilmədik. Sonra deməli şey aldıq. Saç boyaları aldıq. Çəhrayı, bənövşəyə, yaşıl, mavi rənglərdə. Bir dənə də ağlaq aldım. Ayaq və əl dırnaqlarımı. Bəlkə əl dırnağımı yox, amma ayaq dırnaqlarımı çəkəcəm. Belə. Deməli, indi isə gedirəm nənəgilə. Veriləsi bir şeylər var. Sonra gələcəm evə. Çim beləyəcəm. Dərzinə gedib paltarı götürəcəm. Lak falan vuracam, eləyəcəm. Sonra bilməm nə eləyəcəm. İndi isə nənəgildəyəm və Destin Akayanın Dubai vloglarına baxdım. Baxırdım zaten yetməmişdən əvvəldə. İndi isə İstanbul sınıf gəzintisi vlogu. Adı 80 ona baxıram. Deməli, indi biz nənəgildən çıxdıq. Tipim yəni çox pisdir, baxmayın. Baxmayın, indi elə kamerada özüm çəkirəm ancaq. Uy, neysə. Hə. Neysə, indi gedirik dərziyə, nənəgildən çıxmışıq. Gedirik dərziyə şey götürək, paltarı götürək. Gedək çamadanımızı bir son dəfə tamamlayaq. Sonra çimək. Qəşəng bir saçımızı buruq halına gətirə biləcək qədər buraq. Səhərə açılanda qəşəng olsun deyə. Sonra da ki neyinək? Çamadanımızı yığaq, yataq. Çünki sabah səhər 6-da oyanmalıyıq. 5 nədir? Yuh yəni. 6-da oyanıb saat 8-in yarısına hazır olmalıyıq. 7-nin yarısına falan oyanacağıq böyük ehtimal. Yatandan sonra hər şey uçub gedir yəni zaten. Deməli, dərzidən gəldim və geyindim platyanı. Əvvəl uzunuydu. Mən uzun sevmədiyim üçün
Dedim ki elə getmişkən də kəsdirim bunu. Çox qəşəng qalır, zərif qalır. Yəni. İndi isə girirəm çimməyə. Gözəl bir bakım eləməliyəm. Deməli, indi gəldim, oturdum burada. Lak vuracağım. Sonra da saçımı vurmaq üçün rəcəmədəkinə bir şey edəcəm. Sonra sabah aeroporta gedəndə bu rənglərdən biri ilə çolkamı şey eləyəcəm. Amma yenə də atıram sumkaya. Bəlkə aeroportda getməmişdən əvvəl eləyərəm. Ən aşağısı, baxın, boyaq. Ad günümdən alınmış belə bir sep var idi. Nəsib imiş bugünə. Dəstək canım. Yəni son 10 saat falan qalıb yəni. Neyse. Taxacam, çalışacağım bütün tətil boyu taxım. Aeroportda bundan geçiş çəkmək istəyərəm. Belə baxın, belə. Belə eləyim, sonra məsələn çamadanımı falan çəkeyim, pasaportu, təyyarəyə gedən yolu falan belə. Ümid edirəm ki, hazırlıq vloqun bir 10 dəqiqə falan çəkmişəm. Həm də maraqlı çəkmişəm deyə ümid edirəm. Və böyük ehtimal, yəni mən videonun başında demişdimmi, deməmişdimmi, qayıdandan sonra vloqları hazırlayıb atacağım hamısını. Bir həftə vloq atmayacağım bu olduğum müddətdə. Qayıdandan sonraki həftə isə çamadan vloqla ilk otel vloqu ataram böyük ehtimal. Çünki dalbadalda atmaq istəmirəm. Çalışdığım qədər bir 2-3 gün arayla hazırlayıb atmağa çalışacağım. Yəni ondan sonraki 2 həftə, 3 həftə dalbadal bir atacağım. 7, 8 ya da 6-7 vlog gələr yəqin ki. Oradan qayıdandan sonra böyük ehtimal. İndi isə saat 11-dir. Və mən gəlirəm yatmağa və burada hazırlıq vloqumu bağlayıram. Sabah səhər oyananda yolculuq vloq çəkəcəm. Oranda o vloqu da bir 10 dəqiqə falan etmək istəyirəm. Məsələn, duty-free falan gəzəndə, evdən çıxanda, aeroportun için fırlanıb eləyəndə, təyyarədə falan çalışacağım bir çəkim, yəni video qəşəng kaliteli olsun da 10 dəqiqə falan deyəm. Ona görə də bay bay. Digər vlogda görüşərik.